Bu iPhone 17-ni satıb sevgilinlə xərcləmək istəyərsən, yoxsa iPhone 17-ni götürüb sevgilindən ayrılmaq istəyərsən? Bax, bu dəqiqə sənə iPhone 17-nin pulunu verirəm. Sevgilindən xərcləməlisən. Ya da ki, iPhone 17-ni götürüb sevgilindən ayrılmalısan. Hansını seçərdin? Məncə təbii ki, pul seçərdi və biz gedib bir yerdə qəşəng vaxt keçirə bilərdik. Bir dəqiqə, 100 dəfə demişəm də, 2 nəfər söhbət eləyəndə üçüncü girməz. Say 100 dəfə demişəm axı. Qaqam, 17-ni mənə verərsən? Nəyə görə 17-ni seçirəm? Çünki mən bilmirəm sən mənə qalarsan yoxsa yox. Necə yenə qalacaqsan mənə? Qulaq as mənə. Sakit dur, qulaq as mənə. Bu 17 mənim ehtiyacım var. Plus da ki, mənim köhnə əvvəlki, yəni sevgililərim, yəni ekslərim mənə qalmayıblar. Mən nə bilim ki, sən mənə qalarsan. Heç olmasa məni yanında gəzdirirsən. Yəni 17 sənə bu qədər vacibdir, yəni. 17 görə yəni məndən ayrılırsan da sən. Mənim pulum yoxdur, həm də ki 17 daha üstündür. Bu teması olsa mən sənə kömək edə bilərəm, amma sən 17-yə görə indi bu dəqiqə elədiyin şey məncə səhvdir. Pulum yoxdur, ver də. Ver də, nə oldu? Mən sənin o sevgililərin var, yəni onlar kimi deyiləm. Nəsə sən səhv qarışdırma, başa düşdün? Yaxşı. O telefon da sən öz işinlə məşğul, yaxşı? Yaxşı, oldu, sağ ol. Qaqam, o telefonu mənə verərsən də sənə görə. Ciddi ayrıldınız. Sənin son fikirlərimi öyrənmədən qabaq, sən məni takip edirsən? Yox qaqa, takip eləmirəm. Əgər məni takip eləsəydin, məndən düz 500 man pul qazanasıydın. Ona görə də hər kəs məni takip eləsə, hər an mən sizin qarşınıza çıxa bilərəm. Yaxşı, sənin son fikirlər nədir? Qardaşım, nə deyim? Bayaq dedim də, özün də gördün. Yəni nə deyim mən sənə?